Mingəçevirin daşınmaz əmlak bazarında dinamik qiymət dəyişikliyi müşahidə olunur. Ölkənin 4-cü böyük şəhərində həm yeni, həm də köhnə tipli binalarda, həmçinin torpaq satışında da bahalaşma açıq-aydın sezilir. Şəhərdə bahalaşmaya daha çox səbəb olan amil isə yaşayış binalarının tikilməməsi göstərilir. Nur şəhərində mənzil bazarında qiymətlərin hansı səviyyədə olduğunu öyrənmək üçün bu sahədə çalışan mütəxəssislərə üz tutduq. İlk müsahibimiz əmlakçı İsmail Sələddinoğlu bildirdi ki, şəhər ərazisində mərkəzdə olmasına, təmirinə görə mənzillərin qiyməti daha da artır. Həmçinin Afreyim evlərə Mingəçevirdə tələbat günbəgün artır. Hazırda Mingəçevir şəhərində daşınmaz əmlak bazarında mənzillərə daha çox tələbat var. Bir otaqlı köhnə tipli mənzillər 45, 55, 60 min civarında. 2 otaqlı köhnə tipli mənzillər 57, 60, 80, 85 min civarında. 3 otaqlı köhnə tipli mənzillər 85 min, 100 min civarında qiymətləndirilir. Təmizliyi, müasirliyi ilə diqqət çəkən şəhərdə kirayə bazarında hələ ki durğunluq müşahidə olunsa da, amma torpaq qiymətləri şəhər içi və kənarlarda dəyişir. Realtorlar bildirir ki, nisbətən ucuz torpağı şəhərin günəşli və energetiklər yaşayış məntəqələrində tapmaq mümkündür. Kirələrdə də ümumiyyətlə bugünkü gündə durğunluqdur. Bu da tələbələrin təhsili ilə əlaqədar olaraq kirələr boşalıbdır. Ancaq gözlənilir ki, avqust ayından yəni kirələrdə ehtimal olunur ki, veriləcək hamısı. Torpaqlar şəhər içi 8-10 min, 12 min, Günəşli bağ massivində 5-6 min, yəni belədir. Kirayə bazarı. Kirayə bazarı bu dəqiqə hal-hazırda nisbi sakitçilikdir. Ən bahalı şəhər içi gedir. Şəhər içi də mərkəzdə 20, 22, hətta 25 min bir sotudur. Qeyd edək ki, Mingəçevirdə ən bahalı bina evləri 150-160 min manat, ən bahalı həyət evləri isə 500-550 min manata müştərilərə təklif edilir. Rahim İbrahimoğlu, Yusif Əliyev, Bugün İnformasiya proqramı üçün.